Salam əziz şagirdlər və hörmətli müəllimlər. Bu gün keçirilmiş monitorinq sınağının D variantını sizlərə təqdim eləyəcəm. 6-cı sinif Azərbaycan dili D variantı. Düyük əsası keçən illəri 6-cı sinif monitorinq imtahana düşmüşdü. Suallar və mətnlər tamamilə eynidir. Sadəcə nömrələrdə fərq var. Məsəl üçün burada 1-ci sual keçən illəri 5-ci sual idi. 2-ci sual, 4-cü sual idi. Yəni belə bir fərq var. Qalan mətnin özü, sualları hər birisi eynidir. Cavabları da həmçinin eynidir. Və bunları da biz öz şagirdlərimizə işlətmişik. İnşallah ki, D variantı onlara da düşər. Onlar da yaxşı nəticə toplayar. Deməli, mətni oxumusunuz. Mətni bir dənə göstərim. Videonu saxlayıb, mətni oxuyub, mətndən tanış olub. Bu hissəni saxlayın, oxuyun. Ki, oxuyanlar da varsa ehtiyac yoxdur. Buranı da saxlayın, oxuyun. Birbaşa suallara keçək, vaxtımız itməsin. Təfsilatı ilə izah etməyəcəm, yalnız düzgün variant üzərində olanları izah edəcəm. Zaten bu testdə doğru cavablar vurulub, yəni şagirdin işlədiyi variantda hər hansı bir şagirdindir ki, əksər cavablar doğrudur. Demək olar ki, diqqətli baxmamışam, amma bütün sualları deyəsən düzgündür. Mətn 1-ci suala baxırıq. Mətn daha hansı başlıqla adlandırıla bilər? Zəhmət və bilik insanı uğura aparır, elə D variantımız olacaq. Var-dövlət əsl xoşbəxtlik səbəbidir. Var-dövlətlə bağlı deyildi bu. Sehirli qüvvələr yalnız yaxşı insanları seçir, tamamilə yanlışdır. Şanslısansa uğur həmişə səndədir. Mətnimiz şansdan danışmır. Zəhmət və bilik insan. Bu kimin isə Qosir. Bax, Qosir zəhmətkeş idi, bilikli insan idi və o bilik və zəhmətin sayəsində uğuru qazanmışdı. Qosir sehirli kasasında maddi sərvət deyil, ona bilik və dünya görüşü qazandıracaq kitablar istəyir. Bu davranışı necə dəyərləndirirsiniz? Təbii ki, yenə də B variantımızdır. Biliyin və özünü inkişafın faydasını dərk edir. Maddi varlıqlara daha çox önəm verir fikri. Burada Qosir axı maddi varlıqlara yox deyirdi. Digər iki qardaşları maddi varlıqlara daha üstün tuturdu. Xoşbəxtliyin sirrini var-dövlətdə görürdü Qosir. Xeyr, bu Qosirə də aid deyil. Düyük əsasının gücünə inanmır, inanırdı. Təbii ki, inanırdı. Elə ilk gözlərinin açılmasına səbəbi olmuşdu. Həmin o kasa olmuşdu. Necə inanmasın ona? Mətnə əsasən yanlışdır. Yanlışdır. İnsanlar haqqında ilkin təəssürat yanıldıcı ola bilər. Bu doğru fikirdir. Ambar yanır, ambar yananda olar ki, qardaş öz canını götürüb qaçırır, amma o analıqlarını unudurlar. Həmin o verilmiş fikrə görə biz deyə bilərik buna doğrudur. Çətinlikdə və təhlükədə insanın gizli xüsusiyyətləri ortaya çıxır. Bəli, o iki qardaş yalnız özlərini fikirləşdilər. Bəzən hadisələrin gedişi ədaləti bərpa edir. Bəli, bu da doğru. Uğur və şans yalnız güclülərə yoldaşlıq edir. Təbii ki, yanlışdır. Bu mətndə olmuş faktlara da görə bu yanlışdır. Mətnli mətnsiz, yəni bizim bəzi test variantlarımız olur. Yəni mətnə aid olsa da olmasa da bu yanlış fikirdir. Kökündən yanlış bir fikirdir, belə deyək. Lando və Suaco təhsillərini yarım qoyduqları üçün peşman olurlar və məktəbə qayıdırlar. Onlardakı bu dəyişiklik necə izahlana bilər? Bu mətnin son hissəsində də artıq o qırılmışdı o kasa və artıq onlar məcbur olub təhsilinə qayıtmışdılar. Necə izah oluna bilər? Səhvlərini həqiqətən başa düşürlər və dəyişmək istəyirlər. Həqiqətənmi bunlar dəyişirlər? Digər variantlara baxaq. Varlı olmaq üçün təhsilin yeganə şərt olduğunu anlayırlar. Əlbəttə ki, yəni varlı olmaq üçün bunu götürə bilərik. Digər variantlara baxaq. Səhv etdikdən sonra nəyinsə düzələcəyinə inanmırlar. Bu yanlışdır. Sahib olduqları var-dövləti bu yolla artırmağa çalışırlar. Elə cavabımız, ən uyğun cavabımız A variantıdır. B variantda deyir ki, səhvlərini həqiqətən başa düşürlər və dəyişmək istəyirlər. Dəyişmək istədikləri üçün təhsillərini davam elətdirmirlər. Yəni B variantı doğru cavab olacaq. Doğru fikirləri seçin. Oğlanlardan ikisi öz seçimləri nəticəsində, ikisi hansı idi? Qosirdən o birisi digər iki qardaş ki var idi, var-dövlət hərisi olanlar. Yəni onlara aiddir. Təhsillərini vaxtında tamamlaya bilmədilər. Qosir ilə münasibətləri korlandı. Yox. Analarını onlara etibarı itdi. Belə bir fikir də yox idi. Həyatlarının böyük bir hissəsini mənasız yaşadılar. Bəli, həmin o kasadan istədikləri həyat ki var, onlar mənasız yaşadılar.
Bizdən doğruları istəyir. Sehirli kasadan tam faydalana bilmədilər. Əlbəttə ki, tam faydalana bilmədilər. Deməli cavabımız olacaq 1, 4, 5. Bu şagird kimdirsə, əjdaha imiş. Müdrik alim üçün o hələ də sehirli idi fikri. Sizcə nəyi ifadə edir? Bu kasa sınmışdı. Kasanı sonradan qırıntıların yapışdırdı, qoydu onu bir xatirə kimi falan. Həmin o hissiyə aiddir. Elə burada qırıqları yapışdırdıqdan sonra kasanın sehri qayıtmışdı. Xeyr, kasa artıq sehrini itirmişdi. Kasa sayəsində övladlığa götürülmüşdü. Xeyr, kasa söhbəti heç yox idi, bu övladlığa götürülmüşdü. Kasa ona zəngin bir kitabxana bağışlamışdı. Xeyr, kitabxana söhbəti də yoxdur. Kasa və onu verən qadın Qorsirin həyatında böyük rol oynadı, təbii ki. Mətnin məzmunu hansı fikri təsdiq etmir? Nə əkərsən, onu da biçərsən. Bəli, bu Qorsirin timsalında ki, o kitabları oxuduğunun nəticəsindən faydalandı və tanınmış birinə çevrildi. Bilik, savad yalnız məktəbdə əldə edilir. Heç bu Qorsir məktəbə getməmişdi, ona görə mətnin məzmununu əks etdirmir. Cavab B. Elm maddi sərvətdən üstündür. Elm maddi, bəli, təbii ki, doğrudur. Zəhmət çəkən zərər çəkməz. Bəli, bu doğru. Düzgün cavab B olacaq. Qorsir yaşlı qadının etibarını necə qazandı? Yanğında cəsur davrandı, bəli. Doğma oğlu idi, xeyr, oğulluğa götürmüşdü bu hər üçünü. İşlərini məsuliyyətlə görürdü, bəli. Yaşca daha böyük idi, xeyr, bu yaşına görə bu etibarı qazanmayıb. Çox kitab oxuyurdu, xeyr, bu da kitab oxumasına heç bir adəti yox idi. Heç ümumiyyətlə o qadın hələ ölməmişdən əvvəl bunun gözləri kör idi. Bu necə kitab oxusun? 1-3 cavaba. Yaşlı qadın Qorsirə arzu edərkən niyə yaxşı fikirləşməyi tapşırırdı? Təbii ki, kasa sınarsa verdikləri yox olacaq. Cavab C variantı. Qoca qadın kasanı qorumaq istəyirdi. Qoca qadın zaten bu ölürdü. Niyə qorumağa çalışsın ki onu? Çünki Qorsirin gözləri görmürdü. Yox, buna heç bir adiyyəti yoxdur. Kasanı yalnız Qorsir istifadə edə bilərdi. Xeyr, digər qardaşlar ki, istifadə etdiyini görmüşük. Kasa sınarsa verdikləri yəni arzuları yoxa çıxacaqdı ki, onun da mətnin sonunda şahidi olmuşuq. Ona görə deyir ki, onu belə deyə də yaxşı fikirləş, yaxşı bir şeylər istə də o mənada. Aha. 10-cu sual. Lando və Suaconun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticə? Yaşlı qadının evində yanğın baş verdi. Xeyr, bu yaşlı qadın vəfat eləyəndən sonra bunlar bu ehtiyatsız davranmışdı. Biri silir, biri var. Getdi. Qorsir görmə qabiliyyətini itirdi. Bəli, bərpa eləmişdi axı. O kasa sınandan sonra avtomatik burada nə oldu? Əvvəlki vəziyyətinə qayıtdı. Yetkin yaşlarında məktəbə getməli oldular. Bəli, bunlar bütün var dövlət əllərindən çıxandan sonra məcbur oldular məktəbə getsinlər. Bizim videomuz davam eləyirmi? Aha. Bir göz qırpımında sərvətlərini itirdilər. Bəli, onlar içində ən müdrik şəxslər oldular. Xeyr, 2, 3, 4. Şagirdimiz hələ ki 10-da 10-dur. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Yaşlı qadın oğlanlardan ikisini məktəbə göndərdi. Onlar müdrik alim oldular. Hara müdrik oldular? Bunlar 50 yaşında məktəbə gedirdilər. Təbii ki, A variantı. Evdə güclü yanğın baş verdi. Qorsir cəsur fədakar davrandı. Bəli, qoca arvadı çıxardı, düzdür. Lando və Suaco günlərini yeyib içməklə əyləncəli keçirdi. Nəticədə təhsillər yarımçıq qaldı, düzdür. Qadını yanğından Qorsir xilas etdi. Sehirli kasa ilə mükafatlandırıldı. Bəli. Nə üçün Qorsir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Sehrini yenidən qayıdacağına ümid edirdi. Xeyr, elə bir ümid də yox idi. Çünki o bilirdi ki, artıq o sınıb, bir daha bərpa oluna bilməz. Çünki kasa hələ də arzularını yerinə yetirirdi. Xeyr, kasanın qırılması qəbul edə bilmirdi. Bu da yanlışdır. O kasanı xatirə kimi saxlamaq istərdi. 13-cü sual açıq tipli sualdır. Artıq bu sizin verdiyiniz cavabdan asılıdır, dəyərləndirmədən asılıdır. Hansı meyarlarla dəyərləndirəcəklər, onları dəqiq bilmirəm. Sehirli kasanın Qorsirə verildiyini eşidəndə niyə digər qardaşların keyfləri pozuldu? Burada paxıllıq ola bilər. Görə şagird nə yazıb? Çünki digər qardaşlar ola yaşlı qadının o Qorsirə verilməsini qəbul edə bilmirlər. Qəbul edə bilmirdilər. Bunu doğru götürmək olar, amma bunu nə dərəcədə bal verəcəklər, yəni hansı meyar üzrə qiymətləndirəcəklər, onu dəqiq bilmirəm. Paxıllıq hissi idi və gözü götürmürdü ki, yəni biz qala-qala niyə ona verdilər? Əslində doğru ifadə olunub fikir. 14-16-cı suallar cavablandırın. Arıları necə qorumalı? Yenə də mətni saxlayın, oxuyun, tanış olun mətndən, oxumusunuzsa lap yaxşı. Keçid alaraq 14-cü suala. Mətnin giriş hissəsinin funksiyası nədir? Baxın, giriş hissəsi burada. Bir dəqiqə. Giriş hissəmiz buradır.
Arıların təbiət üçün həyati əhəmiyyətindən danışılır. Onlar çiçəkləri tozlanaraq bitkilərin böyüməsini təmin edir, bal hazırlayır. Arıların qorunması təbiətin və qida təhlükəsizliyinin qorunması deməkdir. Bu istiqamətdə hər biriniz sadə qaydalara əməl etməlisiniz. Giriş hissəsində nədən arıların təbiətdəki rolunu izah edir? Cavab deyin. Bağda hündür otlu sahələrin saxlanılması arılar üçün faydası nə idi? Arılar üçün yaşayış mühitinin yaranması. Kimyəvi maddələrdən qoruyur, xeyir, pətəklərin tapmağı asanlaşdırır, bitkilərin tez böyüməsi səbəb olur. Cavab C olacaq. Mətndə hansı hissəsində bağlarımızda arılar qayğı ilə yanaşmağı göstərilir? Baxın, qayğını biz harda görürük? Bağda müxtəlif çiçək və hündür ot örtüyü olan sahələr əkin, su qoyun. Yəni biz burada görürük də, düz deyilmi? Qida və sığınacaqda. Qida və sığınacaqda cavab D variantında. Çox rahat suallardır. 17-ci məktuba baxırıq. Məktubdur. Kimə göndərilib? Nihada göndərilib. Mövzu nədir? Mövzu məqalədir. Salam Nihad. Oxuyun, tanış olun. Suallara keçid edirik. Mətnə görə Aydan niyə məhz Nihadı məqalə yazmağa dəvət edir? Nihad bu sahədə məlumatlı olduğu üçün. Baxın, burada deyir ki, bu sahədə çox məlumatlı olduğunu bilirəm. Köməyinə ehtiyacım var. Məhz bu cümləyə görə cavabımız olacaq ki, Nihat hansı vacib qərarın qəbulunda iştirak edə bilmədi? Məqalə mövzusunun təsdiqlənməsi, bəli. Jurnalın maketinin hazırlanması, heç maketdən söhbət getmir. Yazılı üslubun müəyyən edilməsi yox. Şəkillərin ölçüsünün seçilməsində yox. Məqalə mövzusunun təsdiqlənməsində iştirak edə bilməməkdə. Cədvəldəki tarixlərin düzülüşü bizə nəyi göstərir? Cədvəlimizdə budur. Baxın, tarix 5 oktyabr, 12 noyabr, 15 noyabr. Görə indi orada variantlardan bizə nə deyir? İşləri eyni vaxtda yerinə yetirmək lazımdır. Görürük ki, orada fərqli tarixlər var. Eyni vaxt deyil ki, ona görə bu getdi. İşləri istənilən vaxt yerinə yetirmək. Xeyr, orada konkret tarixlər varsa, istədiyin vaxt yerinə yetirə bilməzsən. Tarixlər nümunə kimi göstərilmişdir. Xeyr, işin hər biri mərhələsi bir-biri ilə əlaqəlidir. Cavabımız olacaq. Və həmçinin bizim bu arılarla bağlı biz bu imtahandan əvvəl şagirdlər üçün sınaq hazırlamışdıq. O sınağı sizə göstərmək istəyirəm. Baxın, digital yera inkişaf mərkəzi olaraq biz belə bir imtahan modelində suallar hazırlamışdıq. Bədi mətnimiz oxuyub belə də işləyə bilər. Baxın, sual tipinə baxın. Düyük əsası mətndə səviyyə nəticə əlaqəsinin pozulması ilə bağlı həmin sual tipində. Arıların ekosistemdəki rolu. Baxın, imtahandan hardasa 15 gün öncə çərçivə sənədi çıxandan sonra o çərçivə sənədinə uyğun olaraq biz belə bir suallar hazırlamışdıq. Kitab oxumağı bu arqumentativ mətndə açıq tipli sualdır. Baxın, internetdən təhlükəsizlik qaydalarına bir baxın. Məsəl üçün, xüsusən bura fikir verin. Şifrənizi güclü edin. Bir dəqiqə qoy bunu aktiv edeyim. Qələmi aktiv edeyim. Bax, şifrənizi güclü edin. 8 simvol, hərf, rəqəm, simvollardan istifadə edin. Sonra 1, 2, 3, 4, 5, 6. Baxın, ardıcıl rəqəmlər məsəl üçün 1, 2, 3, 4, 5, 6, 8 simvol. Baxın, sual tiplərinə bir dənə baxın. Sonra elə açmışkən buna baxaq, elan. Bizdə imtahana məktub düşmüşdü. Biz həm elanı bu cür paylaşmışdıq. Robotexnika müsabiqəsi keçirilir. Elana əsasən müsabiqəyə kimlər iştirak edir? Müraciət üçün son tarix nə vaxtdır? Şagirdlər hara müraciət? Baxın, biz bunları əvvəldən çərçivə sənədinə əsasən hazırlamışdıq. Öz şagirdlərimizə işlətmişik və güman edirəm ki, hələ məlumatım yoxdur. Yüksək nəticə əldə edəcəklər məhz bu kimi sınaqların sayəsində. Hətta biz bunu paylaşmışdıq da, əldə edənlər də olmuşdu. Digital yera inkişaf mərkəzi olaraq biz artıq növbəti tədris ilinə də yüksək səviyyəli sınaqlar hazırlayacaq, izləmədə qalarsınız. Davam edirik. Harda qalmışdıq? Baxın, həmin o 1, 2, 3, 4, 5 kimi sadə ardıcıllıqlar olsun. Yəni, bu mətndən demək olar ki, tam üst-üstə düşür də. Mətnə görə 20-ci sual. Aşağıdakı şifrələrdən hansılar daha təhlükəsiz hesab olunur? Təhlükəsiz. Qarışdı suallar. Bir dəqiqə, bu niyə belə olur?
Davam edirik. Mətnə görə aşağıdakı şifrələrdən hansını daha təhlükəsiz hesab etmək olar? A, B, C, D, E, C, B ardıcıl rəqəmlər olmaz. 1, 2, 3, 4, 5, 6, 7, 8 olmaz. 050, 520, 12, yəni bu nömrədir. Sizin nömrənizi bilən şəxs parolunu rahatlıqla qıra bilər. Amma görürsüz burada həm hərf var, kitab, həm rəqəmlər var, həm də simvol var. Ona görə ən güclü hesab etmək, təhlükəsiz hesab olunar A variantı. Mətnə əsasən aşağıdakı nəsə hansını çıxarmaq olar? Kiberhücumlar yalnız sadə şifrələrdən istifadə edən şəxslərə zərər vura bilər. Xidmətinə əsasən bu nəticəyə gələ bilmərik. Şifrənin uzunluğu və müxtəlifliyi onun təxmin olunma ehtimalını azaldır. Bu tam dəqiqdir. Çünki kiberhücumlar yalnız zəif, sadə şifrələr yox. Elə olur ki, mürəkkəb şifrələrdən də zərər vura bilərlər. Yəni mürəkkəb şifrələr də qoysuq, amma sırf mətnimizin özünə görə uzunluq və müxtəlifliyi təxmin olunma ehtimalını azaldır fikrini doğru götürə bilərik. Şəbəkə təhlükəsizliyi hissəsi oxuculara əsasən harada xəbərdarlıq edir? Baxın, şəbəkə təhlükəsizliyi buradadır. Kafe və pub kimi ictimai yerlərdə açıq Wi-Fi şəbəkələrinə qoşularkən diqqətli olmağı bizə deyir. Açıq internet şəbəkənin riskləri barədə A variantı. Mətndəki təlimatlar kimlər üçün verilib? Bunu hardan bilirik? Təbii ki, mətnimizdə deyir ki, salam uşaqlar. Yəni şagirdlər. Burada müəllim deyir, rəhbər deyir, valideyn deyir, A variantı. Mətnə ən uyğun başlıq, kiberhücumların xüsusi halətləri, yaddaşın gücləndirmə yolu, rəqəmsal hesabların təhlükəsizliyi. Bu şagirdimiz kimdirsə 24-də 24 kim gedir? Şifrənizi dəyişməyiniz üçün tövsiyə olunan maksimum müddət nə qədər? Mətndə düzgün cavabı tapın. Gəlin mətnimizə qayıdaq. Deyir ki, hesablarınızın təhlükəsizliyini qorumaq üçün şifrənizi hər 3-6 aydan bir dəyişdirmək. Açıq suallar 3-6 aydan bir. Tamamilə doğrudur. Bu şagirdimiz 25 yazıb. Ümid edirəm ki, siz də yüksək nəticə əldə edərsiniz. Sağ olun, salamat qalın.